Salam şahitler, hoş gördük. Bu günlər sizinlə Güvən Nəşriyyatın keçirdiyi buraxılış imtahanının suallarına baxacağıq. Videoya keçməmişdən öncə kanalıma abunə olmağı, bəyənməyi və yorum yazmağı unutmayaq. Keçdik suallarımıza. Başlayaq 57-ci sualdan. Aşağıdakılardan hansı bir qarşılıqlı sadədir? Baxırıq. Qarşılıqlı sadə odur ki, ortaq bölənləri olmasın. A variantında 10 ilə 15 ikisi də 5-ə bölünür. D variantında 27-33 ikisi də 3-ə bölünür. B bəndində ədədlərin ikisi də 3-ə bölünür. Y bəndində ikisi də 19-a bölünür. Amma C bəndində ortaq bölənləri yoxdur bunların. Demək cavab olacaq C variantı 16 ilə 21 qarşılıqlı sadədir. Keçdik 58-ci sualımıza. ABC müsbət tam ədədlərlə deyir. A bölü 0,3, B bölü 0,4 və C bölü 0,5 bərabərdir. Dedi ki, belə bərabərliklərdə əgər vurma halında verirsə, böyük ədədə vurulan dəyişən kiçik, kiçiyə vurulan dəyişən böyük olurdu. Amma nisbət halındadsa, elə ədədlər həmin yəni dəyişənlər hansı ədədlərə bölünür və ədədlər hansı dəyişənlərə bölünübsə, müqayisələr də o şəkildə olacaq. Yəni burada A 0,3-ə bölünür, B 0,4-ə, C 0,5-ə. Müqayisə necədir? 0,3 kiçikdir 0,4-dən, o da kiçikdir 0,5-dən. Demək ki, elə A kiçik olacaqdır B-dən, o da kiçik olacaq C-dən. Cavab olacaq A variantı. Keçdik 59-cu sualımıza. Deyir, üstbucağın iki daxili bucağı 115 və 45 dərəcədir. Bu bucaqlara qonşu olmayan xarici bucağını tapın. Dedi ki, üçbucağın daxili bucaqlarına qonşu olmayan hər hansı bir xarici bucağı həmin o qonşu olmadığı iki daxili bucağın cəminə bərabərdir. O zaman 115 ilə 45-in cəminə bərabər olacaq. Bunda da toplasa necə 160 dərəcə. E variantı. 60-cı sual. 60-cı sualda isə uşaqlar modul sualıdır. Necə yazacaq? Burada deməli x mənfi 3-dən böyükdür, 1-dən kiçikdir. O zaman moduldakı x üstəgəl 3 var, birinci modul. Bunun içərisi həmişə müsbət olacaq. Həmişə müsbət olacağı üçün bunun modullar olduğu kimi çıxardıram. X üstəgəl 3 çıxılsın. Amma ikinci modulun içərisi həmişə mənfi olacaq. Çünki x 1-dən kiçikdir. Məsəl üçün 0 olsun. 0 2-yə vursam 0 çıxılsın 2 eləyəcək mənfi. Mənfi olanda modulun içərisindəki dəyişən, yəni azalan çıxılanda belə deyək, fərq. Fərqlər yerini dəyişirdi. Olacaq nə? 2 çıxılsın 2x. O da bərabərdir. X üstəgəl 3 çıxılsın 2 üstəgəlsin 2x. X-dən 2x eləyəcək 3x. 3-dən də 2 çıxanda qalır 1. Üstəgəlinsin 1. 3x üstəgəlinsin 1. B variantı. İndi növbəti sualımıza keçək. 61. Şagird 324 səhifəlik kitabın 9-da 5 hissəsini oxudu. Baxın, 9-da 5 hissəsini oxudursa, hansı hissəsi qalacaq? 9-da 4 hissəsi. Deyir ki, oxunmamış səhifə neçə səhifə qaldı? 9-da 4 hissəsi oxunmamış qaldı. O zaman nə edəcəm? 324-ü nə edəcəm? 9-da 4-ə vurmalıyam ki, oxunmamış hissəsini tapam, düzdürmü? O da bərabərdir. 324-ü 9-a bölürəm. 9-dan 3-ə qədər neçə düşər? 36. 36-nı da 4-ə vuranda nə edəcək? 144 edəcək. Keçdik 62-yə. 62-ci sualda, baxın, həmişə belə suallarda nəyə fikir verirsiniz? Hansı rəngli hissə haradır? Həmişə rəngli hissəyə fikir verirsiniz. Baxın, rəngli hissə burada C çoxluğu ilə əhatə olunub. Və eyni zamanda da C ilə A-C-A-nın alt çoxluğudur. Eyni zamanda A ilə C-nin kəsişməsi kimi də baxa bilərik buna. Yəni A ilə C-nin kəsişməsi çıxılsın, B çoxluğu, B-yə aid olan hissənin çıxıb. O zaman olacaq nə? Olacaq C variantı cavab. Cavab C. Keçdik 63-cü suala. 63-də də kəsirlərdir, hesablayaq. 1-dən 8-də 1 çıxdı. 1-dən 8-də 1 çıxsa nə eləyəcəkdir? 8-də 7 eləyəcək. Yazıram. Vurulsun. 1-dən 9-da 1 çıxanda 9-da 8 eləyir. Vurulsun. 1-dən 10-da 1 çıxanda 10-da 9 eləyir. Vurulsun. 1-dən 11-də 1 çıxanda 11-də 10 eləyir. Burada ixtisara gedəcək. 8-dən 8 gedir çarpaz şəklində. 9-dan 9, 10-dan da 10. Sürətdə 7 qaldı. Məxrəcdə də 11. Yəni olacaq 11-də 7. Cavab C variantı. 64. Şagird ilk
olarak baxdığı 6 sualdan 4'ünü doğru cavablandırdı. 4 dənəsini. O qalan 9 sualdan neçəsini doğru cavablandırmalıdır ki, ümumi müvəffəqiyyət faizi 80% olsun. Baxın, əvvəlcə 6 sual cavablandırıb, düzdür? Daha sonra isə 9 sual cavablandırır. Toplamda neçə sual eləyir? Toplamda 15 sual eləyir. Və bunun 80%-ni deyir doğru hesablasın. Gəlin bunun 80%-ni tapaq. %80-ə vururam. Sıfırlar getdi. Deməli, 2-yə bölsəm 4, 2-yə bölsəm 5, yəni 15 vurulsun 5-də 4. O da nə eləyəcəkdir? 5-dən 15 getsə 3 qalır, 3-də 5-im 15, 12, 12. 12 dənə düz sual olmalıdır bunun, düz. Əvvəlcinin də 4 dənəsini doğru cavablandırıb, doğru, 4'ü doğruymuş. Demək, növbəti 9 dənə sualda neçəsini doğru cavablandırmalıdır? 12 çıxılsın 4 bərabərdir 8 dənəsini doğru cavablandırmalıdır. Cavab D variantı. Keçdik növbəti sualımıza. 65. A, B, C ədədləri verilən ardıcıllıqla 13, 12, 5 ədədlərindən düz mütənasibdir. İndi baxın, yəni ki, A bərabərdir 13K deməkdir bu. B bərabərdir 12K. C də bərabərdir 5K deməkdir. Verilən ardıcıllıqla deyil çünki. İndi B ilə C-ni toplayıbdır. Yəni ki, 12K üstə gəlsin 5K çıxılsın A, yəni ki, 13K. O da bərabərdir 8-ə. 12-dən 5, 17, 13 çıxanda 4K. 4K 8, onda da K olacaq 2. K 2 isə bizdən A-nı soruşur. A nəyə bərabərdir? A 13K-ya bərabər idi. 13 vurulsun 2 bərabərdir 26. 26. C variantı. Sonra 66-cı sual. Aşağıdakı ədədlərdən hansı 5 və 6 ədədlərinin hər birinə qalıqsız bölünür? 5 və 6-nın, baxın. 5'e bölünməsi üçün sonu 0 ya da 5 olmalıdır. Onda D variantını çıxdım. Sonu 6'dır. 6'ya bölünməsi üçün 2'ye və 3'e bölünməlidir. Yəni 2'ye bölünməsi üçün cüt olmalıdır. Onda B variantından çıxdım. Və 6'ya bölünməsi üçün həm 2'ye həm 3'e bölünməlidir. Yəni ki, 3'e bölünməsi üçün rəqəmlərinin cəmi bölünməlidir. Düzdür, 6 bölündü, 2 vurulsun 3. Rəqəmlərinin cəmi 3'e bölünməlidir. O da A variantı eləyəcək. 2 ilə 3'ü toplayanda 5, 11, 15. A variantı bizim olur doğru cavabımız. Digər variantlar, səhv variantlarda onları çıxdıq. 67. İki düz xəttin kəsişməsindən alınan bucaqlar 7-2 nisbətindədir. İki düz xəttin kəsişməsindən alınan bucaqlar, şahidlər, ya qarşılıqlıdır, bərabərdir, ya da ki, qonşudur, cəmi 180-dir. Burada fərqli olduğuna görə cəmləri 180 olacaq. 7 ilə 2-nin cəmi nə edir? 9 edir. Yəni 9K bərabərdir 180. Onda K bərabərdir 180-i 9'a bölürəm, düzdür? O da neçə olacaq? 20 olacaq. Deyək ki, bu bucaqların fərqini tap. Bucağın biri 7K'dır, biri 2K'dır da. 7K'dan 2K çıxanda nə qalırdı? 5K qalır. 5K, K da 20'dir. 5 vurulsun 20, 100. Cavab 100. C variantı. 68'e baxaq. Deməli, BC YF paraleldir. AB ilə DY perpendikulyardır. Aha, şahidlər, burada nə edir? Baxın, bunu həll eləmək üçün DYF-i tapın. DYF. Baxın, buradan təzədən mən bunu çəkirəm. Çox asandır, yəni həlli çox asandır. Mən yenidən buradan çəkirəm bunu böyük şəkildə. Birinci dəqiqə. Bunu biraz böyük çəkək, çünki biz burada uçbucaq vuracaq. Belə. Bura 44 dərəcədir. Bura isə 90 dərəcə deyibdir. Bura 90-dırsa, bunun daxili də 90, düzdür? Burada 90-dır. İndi baxın, mən buradan BC-yə, aşağı BC-dir də, bu xətti paralel uzatsam, bunu mən tamamlasam bura, bax, bura tamamlasam, onda bura 44-sə, burada 44 olur, düzdür? 44 dərəcə. Məndən də DYF-i soruşur, yəni ki, bax, bu bucağı soruşur. Bu bucaq. Buradakı alınan bu üç bucaq ki var, bu üç bucağın xarici bucağıdır. Bayaqki sualda nə dedik? Xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabər. Yəni, bura olacaq 44-dən 90-ın cəmi. O da nə verəcək bizə? 134 dərəcə. Y variantı. Keçdik növbəti sualımıza. Şahidlər, görürsünüz də, yəni elə çətin sual deyiləsində güvənli imtahanı o qədər də çətin olmur.
69-cu sual. N A verib, N B verib. A ilə B-nin də kəsişməsi boş çoxluqdursa, birləşməni tap. Əgər A ilə B-nin kəsişməsi boş çoxluqdursa, ona düsturumuz necə olurdu? N A birləşir, B bərabərdir. Elə N A ilə N B-nin cəminə. Narahat yazın. Geçərik. O da bərabər nəyə? 6 üstə gəlinsin 4 bərabərdir 10-a. Cavab eləyir 10. 72 ardıcıl tək ədədin, 2 ardıcıl tək ədədin ədəd ortası 28 olarsa, bu ədədlərdən böyüyünü tapın. Baxın, 2 ardıcıl tək ədədin ədəd ortası 28-dirsə, yəni toplayıb 2-yə bölüb 28 edib, düzdürmü? Toplayıb 2-yə bölüb 28 eləyirsə, normalda bizə desəydi ki, 2 ardıcıl cüt ədədin cəmi, məsəl üçün deyək ki, 56-dır. Bunun cəmini neçə eləyir? 2 ədəddən söhbət getdiyi üçün 28-i 2-yə vururam da, 56 eləyir. Düzdür? 2 ədədin bu cəmini. 2 dənə ardıcıl tək ədədin cəmidir 56. Bunun ən qısa yolu budur da. Mənə desəydi ki, 2 ardıcıl tək ədədin cəmi 56-dır. Mən normalda nə edirdim? Bunu 2-yə bölərdim. Sonra aldığım ədədlərdən mən üçün 2-yə bölərdim 56-nı, 2-yə bölərdim 28. 28-in birindən bir vahid çıxardım kiçiyi tapmaq üçün. Birində üzərinə, digərində üzərinə bir vahid gələrdim böyüyü tapmaq üçün. 29. Elə burada onsuz bizə 2-yə bölüb verir də. Ədəd ortaya 2-yə bölmək deməkdir. Toplayıb 2-yə bölüb. Bir vahid sanda kiçiyi tapıram, bir vahid üstünə gələndə böyüyü tapıram. Mənə deyir ki, böyük olan tap Y variantı. Belə. Bu sual elə sualdır ki, şagirdlər, bunu variantlardan da tapmaq olur. Yəni variantlardan tapıla biləcək sualdır bu. Əgər qaydasını bilməsən, yadından çıxsa, sənə deyir böyük olan tapda. Məsəl üçün, burada deyək ki, böyük 21-dir. A bəndinə baxıram. Onda kiçik 19 olacaq. Toplasan nə edir? 40 edir. Amma normalda cəmi 56 eləməlidir. 28-i 2-yə vuranda 56 edir. Digər variantda da həmin şəkildə baxsan, yəni Y variantında cavabı tapa bilərsən. Variantdan işləsən. Sonra 71. 71-in gəlin sürəti və məxarətin ayrıcını həll edək, ondan sonra yerinə qoyub hesablayaq. Sürətdə yazır 0,4-də 3, düzdür? 0,4-də 3 çıxılsın 1 bərabərdir. 4-də 3 9-da 3 deməkdir. Çıxılsın 1. O da 9-da 3 çıx 9-da 9 deməkdir. O da nə edir? Mənfi 9-da 6. Məxrəc 1 çıxılsın 0,4-də 6-dır, düzdür? O da nə deməkdir? 9-da 6 deməkdir. Nə qalacaq? 9-da 3 qalacaqmı? 9-da 3. Qardı getdi. İndi sürəti məxrəcə bölürəm. Yəni sürətdə mənfi 9-da 6-dır. Məxrəcdə 9-da 3-dür. 2 dənə kəsri bir-birinə böləndə məxrəclər eynicə ixtisar gedir. Bunlar ixtisar getdi. Qaldı mənfi 6 bölünsün 3. O da nə edir? Mənfi 2. Yəni ki, E variantı. Keçdik 72-ci suala. 72-ci sualı həll etmək üçün gəlin belə eləyək. Gəlin belə eləyək. Lövhədən istifadə eləyək. Deməli, üç bucağı çəkək burada. Bucaqlarımızdır mı? Var. Amma normal üç bucaq yoxdur, düz bucaqlı üç bucaq var. Çəkə bilərik. Gəlin düz bucaqlı üç bucaq çəkək burada. Bir dənəsini. Sonra bunu döndərək. Yox, bir dəqiqə şahidlər. Bunu əlimizdən çəkəcəyik uşaqlar. Gəlin çəkəyin fiquru. Üç bucağımız belədir orada. Belə çəkib. Belə çəkib düzdür. Gəlin baxaq. Aha, aşağısında birləşdirəcəyik. Burada 10 tərəflə bərabərdir. O da 15 dərəcədir. Aha. O zaman bunu aşağısında birləşdirirəm mən. Və bundan da parça çəkirəm. Mənə deyir ki, bu hissə və bu hissə bərabərdir.
Aradaki hissə isə 15 dərəcədir. 15 dərəcə, düzdürmü? İkinci dəqiqə sonra baxaq. Burada 15 dərəcə. A, B, C dedir. B, A, C-ni soruşur bizə. B, A, C bucağın soruşur. Gəlin baxaq. Bir dəqiqə. A, B, C. İşarələyək bunu A, B, C şəklində. İndi gəlin belə gedək. Bizdən nəyi soruşurdu? Bizdən, yəni ən yaxşı silək. Bizdən soruşur BAC bucağı, BAC, yəni ki, bizdən bu bucağı soruşur. Bax, bizdən bunu soruşur. Məsəl üçün, gəlin bura X deyək biz. Bizdən bunu soruşur da. Gəlin buna X deyək bucağı. Bərabər yanlı olduğu üçün burada X olacaqmı? Bax, burada X olacaq. Olacaq, düzdür. X, X. Ondan sonra bura X-dirsə əgər, bura X-dirsə, burada X-dirsə, təpə bucağı nə olacaqdır? Təpə bucağı olacaqmı? 180 çıx 2x bölünsün 2. 180 çıx 2x, yəni bucaq B bərabərdir. 180 çıx 2x böl 2. O da bərabər nə? 90 çıxılsın x-ə. Düzdür. Bura oldu 90 çıxılsın x. Əgər təpə bucağı ümumilikdə 90 çıxılsın x olacaqsa, o zaman bu içəridə qalan, bax, burada mən dediyim də, A, B, D bucağı nə olacaq? Mən bundan da 15-i çıxmalıyam da, bax, bu bucağı tapmaq üçün, buranı tapmaq üçün. Nə etməliyəm? 90 çıxılsın x-dən də 15 dərəcəni çıxıram. Qalır nə? Deməli, bu da 75 çıx x olacaq. Oldu 75 çıx x. Düzdürmü? Ora 75 çıx x-dirsə, bu aşağıda 75 çıxılsın x olurmu? Olur, düzdür. Və bu üçünün cəmi mənə 180 dərəcə verməlidirmi? Bax, burada bu A, B, D üçbucağında x, üstə gəl 75 çıx x, üstə gəl 75 çıx x. Bunlar mənə verməlidir 180. Çünki üçbucağın daxil bucaqlardır. İndi x çıx x çıx x nə olacaqdır bunlar? Mənfi x qalacaq, düzdürmü? Mənfi x bərabərdir. 180-dən də çıxacağım. 75 edir 150. Yox, nəysə səhv yazdıq. X, daha doğrusu mənfi x qalmır. Müsbət x qalır. X-dən x çıxanda 0. Düzdür, mənfi x qalacaq. 75-lər 140, 150. İkisində mənfi 150. 180, 150. X 30 dərəcə. Aha, bax, görə x 30 20. 30, 30. 60 dərəcə. 30 olarsa, burada 45, 45 olur. Yox, necə deyəcəm. Bura ümumilikdə 90 çıx x-dirsə, 15-i çıxsaq 90-dan 80, 75 çıx x olur bura. 75 çıx x-dirsə, bunlar bərabərdir. Aşağıda 75 çıx x olur. Üçünün cəmi 180 dərəcə eləməlidir. X çıx x, o da mənfi x qalır. Hə, uşaqlar, burada əslində necə idi? Burada biz bura x dedik də bayaqların, düzdürmü? Bura x-dir, burada x olurdu. Biz bayaqların 180-dən x bölüb, bura x-dir, x-dir. Təpə bucağını tapmaq üçün, deməli, 180-dən x-i çıxıb, 2x-i çıxıb, 2-yə bölüldü, 90 çıxılsın, x toplam bucaq oldu bu. 90 çıxılsın x-dirsə, belə deyək, bura x dedi, x dedi. Gəlin, x-lər bura deməyək, cədəgə. X-lərimiz bura olsun. Bura mən x deyim. Bura x deyim. Düzdür. Bura neçə dərəcədir? Burada 15 dərəcədir. 15. Şimdi düz çəkmişik mi? Düz çəkmişik, hə. Burada 15 dərəcədir. Bura x-dir, x-dir. İndi bu təpə bucağı nə olacaqdır? 180 çıxılsın 2x olur mu bura? 180 çıxılsın 2x. Bura 180 çıxılsın 2x isə bu C bucağı da 180 çıxılsın 2x olur mu? 180 çıxılsın 2x, düzdür. İndi ümumi daxili bucaqları neçə verməlidir mənə? 180 dərəcə. Yəni ABC üçbucağının 180 çıx 2x, üstə gəl 180 çıx 2x, üstə gəl x, üstə gəl 15 bərabərdir 180 dərəcəyə. Aha.
İndi burada ne olacak sol tarafta? Sol tarafta olacakları 180, 180, 360, bu da 15. 375 mənfi 4x'də x mənfi 3x. Çıx 3x bərabərdir 180. Buradan da 3x bərabərdir 375'dən 180'i çıxıram. Nə qalacaq? 180, 195 qalacaq. Onu da x bərabərdir nə? 195 ilə 3'ə bölsəm 65 dərəcə. Məndən soruşduğu BAC-dir. BAC. Yəni 65'i 2'yə vurub 180'dən çıxacam. Düzdürmü? Bucaq BAC-ni soruşur məndən. Bucaq BAC bərabərdir. Altı 180 çıxılsın. 2 vurulsun 65. 180 çıxılsın 130. O da necə bəlli? 50 dərəcə. Cavabımız oldu 50 dərəcə. Necə? Cavab 50 dərəcə oldu. Belə, biraz vaxt apardı bu. Əslində orada ifadə eləməyi dəyişdik də biz. Sağ tərəf ifadə elədik, cavab çıxdı. Sonra mənfi 3,4 və 7,5 ədədlər arasında yerləşən tam ədədlərin cəmini tapın. Bu aralıqda yerləşən tam ədədlərin cəmi. Həmin aralıqda yerləşən tam ədədlər nə olacaqdır? Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6 və 7. Burada mənfi 3'dən müsbət 3'ə kimi nə edir toplayanda? Hamısı 0 edir. Buraya da 0. Getdi buraya həmçə. 0. Qalacaq nə? Qalacaq bunların cəmi. Bunlar da nə verir mənə? 10, 15, 22. Cavab oldu 22. 10, 15 və 22. 74. Zavoddakı günlük növbətçilərdən Zaur 9 gündən bir, Mahir isə 12 gündən bir növbətçi olur. Mahir və Zaur eyni gündə növbətçi olduqdan ən az neçə gün sonra təkrar eyni gündə növbətçi olarlar? Bax, hər ikisi növbətçi olduqdan sonra ən az neçə gündən sonra eyni vaxtda. Belə məsələlərdə məhsul bu növbə məsələsidir, addım məsələsidir, niyə ki, saat məsələsidir. Bunlarda əkov tapılır. Yəni ki, bu iki ədədin əkobunu tapıram. Əkov nə olacaq? 9, 12. 9, 12. Qısadan gedəcəm. 12'nin addımlarına baxsam, 12 9'a bölünməz. Sonra 24'ə baxıram. 9'a bölünməz. 36'ya baxıram. 36 bölünür hər ikisinə. Həm 12, həm də 9'a. Demək cavab nə oldu burada? Cavab oldu 36. Cavab oldu 36. 77. X ilə y üstəgəl bir düz mütənasib basılıdır. X üstəgəl 1 ilə olduqda y 6 olar. O zaman digərini tapaq. Gəl tapaq. Gəl istəyirsə onu burada həll edək. İkinci dəqiqə. Deməli, deyəcəyik uşaqlar. X ilə y üstəgəl bir düz mütənasib basılıdır. X 1 olduqda y 6 olar. İndi baxın. Bunlar düz mütənasib nə deməkdir? Yəni ki, x-in y-ə nisbəti dəyişməyəcək də. X 1 olduqda y deyir ki 6 olar. Yəni y 6 olarsa, fikir verin, y 6'dırsa, onda nə olacaq? X-in y üstəgəl 1'ə nisbəti bərabər olmalıdır nəyə? 1'in 6 üstəgəl 1, 7'yə nisbət. Yəni 7'də 1 olacaq bu nisbət. Nisbət kimi yazsaq? Çünki düz asılı deyil, düz mütənasibdir. Əvvəlki nisbətdən sonraki nisbətlər bərabər olmalıdır. İndi deyək ki, x2 olduqda y neçə olar? Baxın, x-in yerinə 2 yazıram. Olacaqdır 2 bölünsün, y üstəgəl 1 bərabərdir. Yenə 7'də 1 olmalıdır. Düz mütənasibdir, bərabərdirlər. Çarpaz şəkildə vururam bunları. Olacaq nə? Y üstəgəl 1 bərabərdir. 2 dəfə 7, 14. Y də bərabərdir 13. Cavab oldu nə? 13. Cavabımız 13 oldu. Keçdik 78'ə. 108, 180, 256 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Uşaqlar, bunun müxtəlif üsullardan yazmaq olar. Mən sizə bunun ən, belə deyək, daha qısa üsulunu deyəcəm. Baxın, bunun daha qısa üsulu belə olacaqdır. İkinci dəqiqə.
Bunun ən qısa üsulu budur. Bu 3 dənə ədədi mən qruplarına ayırıram. Qruplara ayırıram. 108-i yazıram. 180-i yazıram. 256-nı yazıram. Ortak natural bölənlərin deyə də, hə, ortak natural bölənlərin. İndi baxın, 108 2-yə bölünər, 54 2-yə, 27 3-ə, 9 3-ə, 3 3-ə, 1. 180 2-yə, 90 2-yə, 45 3-ə, 15 3-ə, 5 5-ə, 1. 256 256 hamısı 2-yə bölünəcək. 2-yə 128 2-yə 64 2-yə 32 2 16 2 8 2 4 2 2 2 1. Belə gedir. Nə qədər 2 elədi? 1 2 3 4 5 6 7 8 dənə, 6 dənəsi 64 eləyir. 8 dənəsi də bəli 256 eləyir. Düzdür. Bunların içərisindən ortak olanları götürürəm. Baxın, ortak. Hər üçündə 2 varmı? Bir dənə 2 götürürəm. 2. Sonra yenə 2'lər var. Götürdüm. Ondan sonra 2'lər varmı? Yoxdur. Bizə deyir ki, ədədlərinin ortak natural bölənləri 2 verin. Bunun içərisində hər ikisində 2 dənə qrup oldu. Bərabərdir, nə olacaq? Bu 2-nin 2'yə dövranda 4. Ortak bölünən əbobları nədir? 4. O zaman 4'ün bunlar yəni ən böyük 4'ə bölünür. O zaman 4'ün bölənləri hamısı bunların ortak bölənləri olacaq. Başa düşdük? 4'ün bölənləri nədir? 1'ə bölünür, 2'yə bölünür, 4'ə bölünür. Demək, ortak bölənlərinin sayını tapın deyir. 3 dənə olur. Başa düşdük? Əbobunu tapırıq. Baxın, ən asan qaydası deyirəm. Bunların əbobunu tapırıq. Əbobunun bölənlərini tapırıq. Çünki əbobunun bölənləri elə bu ədədlərin də bölənləri olacaq. Başa düşdükmü? Bu olur bunun ən qısa həll üsulu. Sayını tapın deyir. Bəli, sayı oldu 3 dənə. Deməli, əbobları 4 oldu. 4'ün də bölənləri oldu. 1, 2 və 4. Yəni ki, 3 dənə. Keçdik 79-cu məsələyə. A açıq B 4 olasa bu ifadənin deyir qiymətini tapın. Gəlin tapaq, gəlin yenə lövhəmizi açaq. Rahat hesablayaq buradan. Buradan yazaq. Ne edəcək şagirdlər? Bunun üçün bunu açırdıq, düzdürmü? Baxın indi. ABC'nin açılışı nədir? Birbaşa yazıram. 100A üstə gəl 10B, 10B üstə gəl C. BAC'də 100B, 10AC. Qabağında çıxma olduğuna görə hər üçü çıxma olacaq. Çıx 100B, çıx 10A, çıx C. Düzdür? Bərabərdir. Birinci bunu sadələşdirirəm. İndi baxın, buradan C'dən C çıxanda 0 eləyir. 100A'dan 10A çıxanda 90A eləyir. 90A. 10B çıxılsın 100B, bu da çıxılsın 90B eləyir. Mənfi 90B yəni ki. Düzdür? O da bərabərdir. 90'ın mürtəzə xaricdən çıxartsam nə qalacaq? A çıxılsın B. İndi məxrəci də 15 var idi, düzdür? Mən 90 vurulsun A çıxılsın B-ni bölürəm 15'ə. 15 ilə 90 ixtisa gedir. 6 qalır mı burada? 6 qalır. Nə oldu? 6 vurulsun A çıx B. A çıx B-nin də qiymətini verib 4. Bərabərdir 6 vurulsun 4. Bərabərdir 24. Cavab nə oldu? Cavab oldu 24. Bu da 79'un cavabı. Keçdik son 2 sualımıza. 80. A və B ədədlərinin ədəd ortası 66'dır. Son suallara çatır uşaqlar. Yenə abunə olmağı və bəyənməyi zəhmət olmasa unutmayaq. Kanalıma abunə olun və zəhmət olmasa bəyənin. Yəni TikTok səhifəmdən də gələnlər də girib bəyənə bilərlər. Kanalımın adı Hafiz Cabbarovdur. Hafiz Cabbarov. Yazırsınız YouTube'da çıxır. İndi baxırıq 80-ci sualımıza.
A ve B ədədlərinin ədəd ortası 66, CD, Y ədədlərinin ədəd ortası 86'dır. A, B, C, D, Y ədədlərinin ədəd ortasını tapın. Baxın, A ilə B nədir? A ilə B 2 dənə ədəddir, düzdür? 2 ədəd olduğuna görə onların cəmi ədəd ortalarının 2'yə hasılinə bərabərdir. Yəni A üstəgəl B bərabərdir 66 vurulsun 2. O da nə edəcək? 132. Sonra D, Y, D, C, C, D, Y isə 3 dənə ədəddir. Onda onların cəmi də ədəd ortalarının 3'ə mislinə bərabərdir. C, D və Y bərabərdir. Ədəd ortaları nədir bunların? 86. Onda da 86'nı 3'ə vuracağım. Vurulsun 3 bərabərdir. 86'nı 3'ə vursam 3 dəfə 6, 10, 8, 8 yazıram. 1 yadda, 8 yazıram. 1 yadda 3 dəfə 8, 24, 25. Sonra da 158 ilə 132'ni toplayıram. Üstəgəl 132, düzdür? 0, 1 yadda, 8 bir de yadda, 9, bu da 3, 390. 390'ı da məndən soruşdu ki, 5 dənədir da. 5'ə bölürəm. 390'ı da 5'ə bölürəm. O da nə olacaq? 5'ə bölünmənin asan üsulu nə idi? Ədədin sonundakı 0 atıb, qalan hissəsini 2'yə vurduq. 39'u 2'yə vursam 78. Cavab oldu nə? 78. Keçdik axırıncı sualımıza. 81. ABC üçbucağında BD tənböləndir. AB, BC, AC nisbəti 3, 5, 6 olarsa, perimetrdə 56 olarsa, AD uzunluğunu tapın. İndi gəlin tapalım. Gəlin tapalım. Gəlin burada yazaq, rahat olsun. Rahat hesablayaq. İndi baxın, üçbucağı quralım. Olsun ABC üçbucağımız bizim. A, B, C. Bu da B'də də tənbölən olsun. B'də də tənbölənimiz deyil. İndi mənə deyir ki, AB, BC, AC 3, 5, 6 nisbəti və perimetri 56'dır. Onda mən 3'ü, 5'i, 6'nı toplayıram. Neçə eləyəcək toplayanda? 14 eləyəcək. Yəni 14K bərabərdir perimetrdə 56. K oldu 4. K 4 oldusa tərəflərdən biri olacaq 3 vurulsun 4, 12. Yəni AB oldu 12. BC olacaqdır 3 vurulsun 5, 15. AC de olacaqdır 3 vurulsun 6, 18. AC'nin uzunluğu nədir? 18'dir. Mənə deyir ki, AD'ni tapın. Bax, məndən bu hissənin uzunluğunu istəyir. Düzdür uşaqlar? Aha. Necə deyildik? Deyildi ki, AB'nin BC'yə nisbəti AD'nin DC'yə nisbətinə bərabərdir. Düzdürmü? Yəni AD'nin, belə deyək, AD'nin DC'yə nisbəti bərabərdir 12'nin 15'ə nisbətinə. 3'ə ixtisar getsə nə qalırdı? 5'in 4'ə nisbəti. 5, 4. O zaman nə olacaqdır? 4K üstə gəl 5K bərabərdir 18. 9K 18 isə K olacaq 2. K 2 isə onda AD olacaqdır 4 vurulsun 2, 8. DC olacaq 5 vurulsun 2, 10. Başa düşdük? Beləcənə. Bizdən AD-ni soruşurdu. AD bərabərdir, oldu 8. AD bərabərdir 8 santimetrə. Oldu uşaqlar. Bu qədər digər 10-cu və 11-ci suallarda sinifində sualların izah edib paylaşacağım. Buradan da keçib onlara da baxa bilərsiniz.